Mətnin ikinci hissəsinə keçməmişdən öncə gördüyünüz söz və idiomların mənasını öyrənməyə çalışaq. Çünki mətndə siz bunlarla qarşılaşacaqsınız. Belə bir idiom görəcəksiniz mətndə. Stand on their feet. Yəni öz ayaqları üstündə durmaq, azad olmaq, kimdənsə asılı olmamaq. Ups and downs, yəni enişlər, çıxışlar, həyatda olan pis və ya yaxşı hadisələr. Run away, keçmişdə yazılıb burada ran away formasında, çünki mətndə belə verilib. Yəni tərk eləmək, qaçmaq, qaçıb getmək. Lucky to even get, yəni nəsə çox az bir şey əldə etmək. Make a big difference in the end, nəticədə çox az fərqi olmaq. Successful, uğurlu. Supporters və ya fans, yəni fanat. Dəstəkçi, dayaqçı, dayaq olan. Suburb, şəhər ətrafı, şəhərdən kənar. Independent, azad, müstəqil. Proper team, yəni əsas komanda, ciddi komanda, əsl komanda. Bankrupt, yəni bankrot. Pulsuz, iflas olunmuş. Bankrot olmaq, məsələn, go bankrupt formasında işlənəcək. Donation, yəni yardım məqsədi ilə verilən pul. Invest, yəni investisiya qoymaq, pul qoymaq nəyəsə. Businessman, bu sözü hamımız bilirik. Stadium, stadion. Capacity, həcm, tutum, nəyinsə həcmi, tutumu. Oxuyub anlamamızı inkişaf etdirmək üçün mətnə davam edək. İkinci hissə başlayır. In 1878, a group of workers from the Lancashire and Yorkshire Railway founded a new football club in Newton Heath, an industrial suburb of Manchester, about 4 miles outside the city centre. 1878-ci ildə Lancashire və Yorkshire Dəmir Yolu şirkətinin bir qrup işçisi Manchester'ın sənaye bölgəsi olan Newton Heath'də yeni bir futbol klubu yaratdı. Bu yer şəhər mərkəzindən təxminən 4 mil aralıda yerləşir. Əgər bilmirdinizsə 1 mil təxminən 1609 kilometrdir. They played their first matches against other workers, joined the new league, and then became independent from the railway company in 1890. Onlar ilk oyunlarını başqa işçi komandalarına qarşı keçirdilər. Daha sonra liqaya qoşuldular və 1890-cı ildə Dəmir Yolu şirkətindən müstəqil oldular. Yəni oradan çıxdılar və müstəqil çalışmağa başladılar. From then on, they had to stand on their own feet. O vaxtdan sonra onlar artıq öz ayaqları üstündə durmalı idilər. Football was no longer just a hobby for them. They were a proper team now. Futbol artıq onlar üçün bir hobbi değildi. Onlar indi əsas bir komanda idilər. Yəni əsl bir komanda.